Uşaqlıq yolunda olan genişlənmə, pis qoxu, çirk, normadan artıq sulanma, əlaqə vaxtı gələn müəyyən səslər və qaz çıxarmaya bənzər olan səslər, infeksiyalar, uşaqlıq boynunun eroziyası, pis qoxu, əlaqədən əvvəl və yaxud sonra çirkin axıntının gəlməyi xanımlarda kompleks yaradır. Xüsusilə nə qədər yuyunsa, təmizlənsə də o pis qoxu ondan getmir. Bu halda bu komplekslərdən azad olmağın bir dənə versiyası var. Əlbəttə ki, daha yaxşı versiyalardan biri olaraq onu deyirəm sizə. O da Night Beauty Stickdir. Bunun haqqında mən indi izah eləyəcəm sizə. Zəhmət olmasa videonu bəyənin, paylaşın və tərbiyə çərçivəsində fikirlərinizi də mütləq şəkildə yazın və bu problemdən əziyyət çəkən xanımlar bir-birinə göndərsinlər. Birinci növbədə uşaqlıq yolunda olan genişlənmənin əsas səbəbi əzələ boşalmasıdır. Uşaqlığın sallanmasına cərrahi müdaxilə lazımdır. Çox adam deyir ki, uşaqlığım sallanıb, sidik qaçırmam var, mən buna nə edeyim? Ona cərrahi müdaxilə lazımdır. Bu bir mənalı olaraq belədir. Şam ona heç nə eləməz. Çünki uşaqlıq yolu, uşaqlıq boynu və uşaqlığın özü, bunlar üçü də ayrı-ayrı qonşu orqanlardır. Yəni uşaqlıq yolu, uşaqlığın özündəki sallanmaya heç bir təsir göstərə bilməz bu şamdan istifadə eləsəz. Amma bəzən xanımlar deyir ki, kanalı daraltmağın, yəni genişlənmə, uşaqlıq yolunun genişlənməsini aradan qaldırmağın ən qəşəng yollarından biri əməliyyatdır. Xeyr, bu əməliyyat deyil. Zaten təcrübəli ginekoloqlar hər xəstəni əməliyyata götürmürlər. Onlar da belə şamlardan deyirlər, istifadə eləyin. Yer gəlmişən tərkibində zəy yoxdur və zəy qəti istifadə eləmək olmaz. Amma əməliyyata gedən xəstənin zaten əməliyyatdan sonraki post dövrü 2 aya yaxın bir ağrılı və əziyyətli keçir. Bu müddətdə əlaqədə ola bilmir. Olsa qanaxmalar ola bilər, tikişlər patlaya bilər və s. Və bir tərəfdən ürəyi partlayır əlaqədə olmaq üçün. Libidosu yüksək olan xanımlara aiddir bu. Digər tərəfdən də dediyim kimi ikinci şansı da olmur. Çünki istifadə edən əməliyyatda olan 20-30-dan artıq xanımlar var. İstəsəz mən onların skrinlərini sizə göndərərəm. Təbii ki, özlərindən icazə almışıq o skrinləri götürəndə. Bütün xanımlar, paylaşdığımız bütün skrinlər xanımların öz icazəsi iləndir. Və siz əmin ola bilərsiniz onların yazılarını oxuyanda ki, hətta 3 ay qabaq əməliyyat olan xanımlar var ki, bugün yenə onda genişlənmə var və o artıq şam istifadə edir, Madura şamı. Bunun istifadə qaydası tam fərqlidir. Bir şam 6 aya qədər gedir. Bir qutusu 35 manatdır və bu kifayət eləyir sizə. 5-7 istifadədən sonra istifadəyə artıq ehtiyac qalmır və 050-741-7120 bizim WhatsApp nömrəmizdir. Yazarsınız, çatdırılma eləyərik və videoya sona qədər baxan adamlara da təşəkkür edirəm və o adamlar yazsın, görüm videonu günün hansı saatında görmüsünüz. Hələlik, çox sağ olun.